Hadisə axşam saatlarında rayonun Suçma kəndində baş verib. Ailə üzvləri hamamda yuyunan qızın qayıtmadığını gördükdə baş çəkməyə gediblər. Bu zaman onu huşsuz vəziyyətdə uzandığını aşkar ediblər. Kənd sakini 34 yaşlı Yenigül Manafova yaşadığı ünvanda hamamda dəm qazından boğularaq ölüb. Biraz müddət vaxt keçəndən sonra bildik ki, yəni bu gəlməyib da. Anam getdi arxasınca. Getdi, yəni gördü ki, yəni uzanıqlı vəziyyətdədir da. Sonra gəldi bizi çağırdı ki, çıxarıq. Gəlin. Yəni qız susalıqdır da bacım. Deyil oradan da və gətirdik. Gördük ki, sus vəziyyətdədir. Ürəyini masajları, nəbzini tutub. Yəni xeyir olmaz. Maraqlandım. Elə xalam oğlu dedi ki, qoyundan gəlmişim. Elə gördüm ki, belə-belə bir xeylaxda çörəkdə dedim. Çıxanda gördüm ki, belə-belə yıxılıbdı. Çaşdığından məhləyin yarısına kimi ayaqlarının qaçıbdı. Kiməsə xəbərləyibsə, Sudabət nədir? O da deyib ki, skoriya zəhv olub. Elə olub gəliblər. Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Şəki şöbəsinə təhvil verilib. Məlumat üçün onu da bildirim ki, hal-hazırda Şəki rayon prokurorluğunda faktla əlaqədar araşdırmalar başlanıb. Günay Hüseynova, Rəhman Həkimzadə, Rəvan Məmmədli bugün informasiya proqramı üçün.